Musa Əhmədovlar ailəsinin ilkidir. Üç oğul atası Yusif kişi övladlarının təhsil almasına çalışsa da, uşaqları maddi imkansızlıq ucbatından yalnız məktəbdə verilən təhsillə kifayətlənməli olub. Belə ki, Musa bilik səviyyəsini artırmaq istəsə də, maddi sıxıntılar səbəbindən repetitor yanına gedə bilməyib. Amma uşaqlıqdan çalışması və təhsil almaq həvəsi onu sonda rayonun birinciləri sırasına çıxarıb. 639 bal toplamaqla Cəllabadın fəxrinə çevrilən qəhrəmanımız deyir ki, bu nəticəni əldə etmək heç də çətin deyil. Hər bir uşaq elə onu eləyə bilər. Yəni təkcə mən yox, bütün uşaqlar elə həvəsli olsa oxumağa bu balı vura bilər. Yalnız məktəb şəraitində, məktəb müəllimləri ilə. Danışığından həssaslığı sezilən Musa deyir ki, imtahan həyəcanı olmasaydı daha çox bal toplaya bilərdi. Sevinci gözlərindən oxunan Musanın anası Fərqanə xanım övladının qəbul imtahanlarında yüksək nəticə göstərəcəyinə əvvəlcədən inandığını bildirdi. Biliyinə arxayın idim. O müəllimləri də ona yaxşı ümidi bəsləyirdilər, ona görə ki, uşağım oxuyan idi də, özü əl çəkmirdi kitablardan. Fitri istedad sahibi olan Musa artıq ixtisas seçimini də edib. O həkim olmaq və xalqının sağlamlığının keşiyində durmaq niyyətindədir. Aytən Sakit qızı Elşən Feyzullayev, Zahid Aydınoğlu, Cəllabad.